Bizim bu Talış qardaşlarımız deməli biri saqqalla çıxıb da belə özünü bilmirəm reklam edir, göstərir, eləyir. Yəni nə adını nə qoy. Deyir biz Qarabağda vuruşanda Qarabağı xilas edən də deməli Talışlar. Hamı qaçıb izləmişik. Deməli siz xilas etdiniz, bütün Azərbaycan xalqı şam yandırıb tutmuşdu da yəqin, hə? Bax belə. Ay qardaş, bu nə söhbətdir? Bütün ömür boyu türklər ruslarla, o biri xalqlarla döyüşürlər, xilas edirlər bütün xalqları Qafqazda. Siz böyle türkləri belə aşağılayırsınız, Qarabağı xilas etdilər, Talışlar elədilər. Ayıb deyil, nə söhbətdir? Talışlar eləsin, o da hamı bilir ki, bu türk torpağıdır, hamı yaşayır bu torpaqda. Hər kəs də vəzifədə də ola bilər, hər kəs də Azərbaycan torpağıdır, Azərbaycana xidmət edən can qurban hamı. Bu nə deməksə, o yaxşı deyil. Biz Talışlar getdik, xilas etdik. Qarabağı, deməli, o birlər hamısı nə satqın idi. Ömür boyu türkləri, Azərbaycan türkləri döyüşür Rusla. Yəni bu tarixdə gedin Vatikana bir, Britaniyanın arxivlərinə. Yaxşı bax, ona görə gedin o saxta o pozub kiminsə üstünə yazırlar, farsça yazır, ərəbə yazır Azərbaycan türk xalqının tarixini. Ona görə bax belə şeylər var. Ruslar da bugün istəyir Qafqazda böyük bir dava düşsün bütün millətlər arasında. Qardaş-qardaş müharibəsi olsun. Yəni ona görə deyir ki, sənindir Talış bu torpaq, Ləzgi bu sənindir, nə bilim, Avar bu sənindir, Ucib bu sənindir. Yahudiyə nəsə demirlər, Yahudidə. Valla yaşayıb da Yahudilər elə torpaq davası eləmir. Yəni Ruslar onu bilirlər kimi aldatmaq olar, kimi yönəltmək olar. Buna görə belə şeylərə getmək lazım deyil, Talış qardaş. Ömür boyu bu Türk xalqı elə bir xalqdır ki, yəni bu Qafqazı da, Danimarkada, Vatikan da deyir ki, 40 minin tarixi var. 40 minində gedir, 700 minəcən. Yəni bu Qafqazın Xoseyni də, Yəsi də Azərbaycan türkləri olub və sivilizasiyada bütün dünyaya yayılıbdır. Bu ayıb bir şey deyil. Yəni hər kəs özünə ayıb bilir ki, niyə? Bir abırçı bilirsiniz. Torpağıdır da. Birinci bunlar olublar. Tanrı da bunlara yaradıp da indi ona yaratmayıb bunu yaradıb. İndi duraq torpaq davası edək. Bax belə şeylərə olmaz yol vermək.